Zəif nöqtələrdən biri də xəritə izahıdır. İlk öncə burada adı çəkilən gölləri, dənizləri xüsusilə vurğulamaq lazımdır. Xəzər dənizi, Göyçə gölü, Qafqaz dağları, daha sonra Van gölü, Dəclə çayı adı çəkilir. Biri eyni zamanda Urmiya gölü. Aha. 1. Xəzər dənizi sahilində yerləşdi. Bakı. 2. Kür çayı sahilində yerləşir. Şamaxı. 3. Göyçə göl ətrafında yerləşir. Gəncə. 4. Urmiya gölü ətrafında yerləşir. Təbriz. 5. Urmiya gölündən paraleldə eyni istiqamətdə yerləşir. Ərdəbil. 6. Dərbənd. 7. Göyçə gölü sol ətrafında yerləşir. İrəvan. 'Yerdən davam eləyək. 8. Dəbil. Göyçə gölünün sol ətrafında yerləşir. 9. Kənarda yerləşir. Ani. 'Sonra Qafqaz dağları ətrafında yerləşir. Tiflis. 11 harda yerləşir? Araz çayı ətrafında yerləşir. Naxçıvan. 12 Beyləqan. 13 Bərdə. Daha sonra 14 Marağa. 15 ən axırıncı Dərbənd.